Mr. Bean'in şəklini qoymusan, orada bölümdə mənim şəklimi qoymusan, sonra video o Mr. Bean'in kinosundan bir fraqment ki, hardakı nəsə köçürdür və isbat etdik ki, elə o fraqmentdə olan o hal sənin halındır. Gətirdim, dedim ki, sən bəs kafir alimlərdən elm alırsan, Quranın təhrif etiqadında olanlardan. Gətirdin ki, bəs İbn Həcər Nəvavi onlardan elm alırsan, onlar bidətçi, cəhənnəmlikdir, nə bilim, nə. Heç dəxli olmayan müqayisə, yəni bu alimlər hara, bunlar hara. Oradan buradan nə ki götürmüsən, hardan hazır şablon o şeyləri, konfet prezident misalı, biabırçılıq da həqiqətən də böyük bir misal gətirib, yəni hikmətli bir misal gətirib və Allah Taala bizə bu yəni tövsiyə edir ki, onlar üçün bağışlanma diləyin və yenə də yalandan danışma, yalandan danışma. O qədər belə yalanda cəmaatı ittiham eləməkdə öyrəşmisiniz ki, özünüz kəzzəbsiz, yalancısınız və yalanda cəmaatı o qədər ittiham edir. Buna da yalan deyirsən. Yalandan ittiham edir. Qayıt mənim o səsimə gör nə demişəm. Bir aya yaxındır. Burada nə var ki? Burada yalan var. Bir ay dedim cavab vermirsən. Bir ayda cavab vermirsən. Sonra dedim bir aya yaxın. Özün üçün 17-18 gün elə bir aya yaxındır. Burada nəsə yalan var. Nəsə yalan danışmışam. Sənin necə ki burada söz oyunu oynamağın görsənir açıq-aşkar. Başqa yerlərdə də elə o bəhslərdə də elə söz oyunu oynamaqdır. Necə ki burada izhar oldu. Həmçinin də başqa yerlərdə də bu cür söz oyunu oynayırsınız. Sonra deyir ki, səsimi qoymuşam, sənsə mənim səsimi qoymamışsan. Mən keçən videoda sən dedim ki, harda sən danışmısan, mən sən səsimi qoymamışam. Buyur göstər ki, bax bu yerlərdə qoymamışsan. Mən 1-1-14 dənə nöqtə qeyd elədim. Gələn dəfə də qeyd edə bilərsən, bax bu dəqiqədə mənim səsimi qoymamışsan. Göstər, mən sənə göstərim harda onun cavabını vermişəm. Və sən bax, mən durum oturum boş vaxtımı sərf edeyim ki, bu mənə harda cavab verməyib, harda verib, oturum onları qeyd eləyim 1-1, 14, 15, 16 yerdə. Ona görə onun ən gözəl üslubu nədir? Dinləyən baxar ki, sənin də video, mənim də video və orada görəcək ki, sən nə qədər yerdə cavab verməmsən, o məsələlərə toxunmamsan, heç səsimi qoymamsan. Adi misal, bax, neçə dəqiqədir sənin cavabın? Deyək ki, 23 dəqiqə, düzdür? Mənim də cavabım elə 20-23 dəqiqə. Olsun 25-25, 50 dəqiqə. Ümumi 50 dəqiqə. Sən cavab hazırlayanda bu yenə eləyir nə qədər? Yenə eləyir elə 17, 18, 20 dəqiqə. Demək, qalanı hanı bət? Deməli, qoymamısan da, səslərini qoymamısan. Xoy məsələsini yadıma sal. Deyirsən ki, mən cavab vermişəm, sənə mən orada nə dedim? Mən o vaxtı deyə cavab vermişəm, bir dənə video hazırlamışam o barədə. Get qayıt ona. Getdim, baxdım, heç cavab yoxdur orada, heç bir şey yoxdur. Deyirəm, bunların salih əməlləri var, bunlar iman gətirib, salih işlər görüb, salih əməlləri yoxdur. Siz deyən ki, onlar mürtəd oldular, kafir oldular. Qaldı Ayşənin radiyallahu anhə rivayət elədiyi o məsələyə ki, ərəblərin yəni mürtəd olması məsələsinə, o da güya təzə bir şey gətirdin ki, elə biz bunu öz dərslərimizdə deyirik də. Cəmaət elə bunu gecə-gündüz dərslərində qeyd eləyir də ki, ərəblər mürtəd olur. Bu məşhur bir məsələdir. Yəni sir olan bir şey deyil ki, nəsə dərslərdən tapdın, çıxartdın ki, sizə belə bir şey var, bilmirsiniz bunu, gizlədirsiniz. Biz onu apaçıq dərslərimizdə deyirik o məsələni ki, mürtəd olanlar olub. O tərif ki, mən gətirdim, irad bildirsən, sənin tərifi hardan çıxartdın, nə edin? Mən də sən yenə də deyirəm, gətir sən tərifi. Sən tərifi gətir. Səhabə odur ki, iman gətirən müsəlman, mömin olmalıdır və Peyğəmbər sallallahu əleyhi və səlləm görməlidir, onun yanında olmalıdır və ya onunla görüşməlidir ki, yəni ola bilər kör olsun adam, görməyib, amma Peyğəmbər sallallahu əleyhi və səlləmi eşidib yanında olub. Və həmçinin o iman üzərində ölməlidir. İman üzərində ölməlidir. Yəni iman üzərində ölməyən kəs, mürtəd olan kəs, münafiq səhabəlik yoxdur bunda. O Muaviyyənin əlini söyməyi əmr etməsi radiyallahu anhum. Müslimdən ki, deyirsən gətirmişəm. Göstər görüm Müslimdə harda o deyir əmr eləyir. Muaviyyə əmr eləyir ki, söyün. Sən mühacir ənsar məsələsindən qaçırsan, o ki fəzilət ayətləri var, cənnətlə vəd olma ayətləri var. Qaçırsan, artıq cavab verə bilmirsən. Əbu Bakır, Ömər, Osman axı bunlar mühacirlərdən idi, bunlar səbiqun əvvəlünlərdən idi və artıq bu ayətlər var. Mən buna cavab verə bilmirəm. Nə edeyim? Keçim Muaviyyə məsələsini gətirim ortaya. Gətirsən Osmanın qatilləri məsələsi, Osman qatillərinin o da cənnətlikdir deyirsən. Yəni ki biz deyirik ki, cənnətlikdir və Əbu Bakır niyə onda zəkat verməyənlərlə vuruşdu, bilmirdilər o müsəlmandır. Birincisi Osmanın qatilləri məsələsində mən sual vermişdim ki, yəni hansı sahabələr də olar? Demirsən sahabə də Osmanı qətl edənlər. Gətir o sahabələrin adlarını isbat elə ki, bir insan bu dünyada müsəlman olaraq dünyadan köçübsə və onun müəyyən asilikləri olubsa, günahları olubsa, zülmləri olubsa, əgər müsəlman kimi ölübsə, yəni o cəhənnəmdə əbədi qalmayacaq. Cəhənnəmə düşsə, orada əzab çəkərək və nəticə etibarilə sonuçda cəhənnəmdən çıxacaq. Kim olursa olsun, əgər müsəlman olaraq iman olubsa qəlbində və imanla yanaşı asilikləri də olubsa, bu asiliklər onun imanını aradan qaldırır. Yəni asiliyinə görə cavab verəcək və Allah Taala istəsə əzab verər, istəsə bağışlayar, Allahın işidir. Tamam bunu demişəm. Sizin etiqad sanki belə vaidiyyə, xavaricilərin etiqadı olduğu üçün, yəni böyük günah sahibi kafirdir. Yəni sən sanki bu etiqadı artıq izhar edirsən. Yəni eynən xavaricilərin etiqadı kimi, yəni bir insan günah iş gördüsə, asilik etdisə, nədir? O insan kafirdir, dindən çıxır. Yəni bu da sizin etiqad. Ona görə bu etiqadla götürmüsünüz. Bizə görə isə nədir? Bizə görə Qurana və sünnəyə görə isə nədir?
böyük günah sahibləri belə əgər müsəlman olaraq ölüblərsə, o günahına görə cavab verəcək və sonuçta yenə də cəhənnəmdən çıxacaq. İndi cəhənnəmdə nə qədər qalacaq? Bir Əbu Bakır niyə vuruşdu? Zəkat verməyənlərlə. Elə bağilərlə vuruşduğu kimi vuruşub. Eynən elə Əli radiyallahu anh vuruşub. Yəni onun da vuruşduğu müsəlmanlar olub. Müsəlmanlarla vuruşub. Əli radiyallahu anh Muaviyyənin qoşunu ilə. Qital dedik ki, elə bir qitaldir ki, Allah Taala bu haqda buyurur ki, möminlərdən iki dəstə bir-birinə vuruşsalarsa və ikisini də mömin adlandırır. Buna artıq təkrar olur eyni şeylər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimi ala a'daihim ecma'in. Elmi müstəvidə artıq rüsvay olan, demək olar ki, məhv olan, əqidəsi darmadağın olan bu Mister Vəhabi deyir ki, Mister B-nin şəklini qoymusan ora və biz isbat etdik ki, onun etdiyini köçürməyi sən edirsən. Sən heç nə isbat etmədin. Mən cavab videosunda qeyd elədim ki, bəli, eyni məsələ haqqında mən də araşdırmışam, o da araşdırıb. Yüzlərlə insan araşdıra bilər. Bir dənə Əbul-Qadiyə məsələsini yazırsan, internetdə, onlayn o elektron kitabxanalarda axtarışa verirsən, nə qədər materiallar gəlir insana. Onu o da götürə bilər, mən də götürə bilərəm. Bunun nə dəxli var köçürməyə? Və mən sənin köçürməvi də bundan qabaqçı videoda qoydum ki, kəlmə-kəlmə kopyalayırsan ərəblərin dediyindən, sanki özün öz zəhmətindir və özün güya araşdırmısan. Və sən belə inciyən insansansa, kanalda mənim kanalımın logosunu götürmüsən, adımın üstünə öz şəkilini vurmusan əlində əsa və adımın da yanına öz adını yazırsan, yəqin öz dostların arasında o cür çağırılırsan, o cür ad yazırsan ora. Sən özün əgər əxlaq gözləyirsənsə cəmaatdan, belə şeylər xətirvə deyirsə, timsah göz yaşları tökürsənsə, özün əxlaqlı ol, ədəbli ol, insan kimi bacarırsan, debat elə, eləmirsən yer çıx get, işbin dalıca. Sonra Quran təhrifi etiqadından danışırsan ki, Quran təhrifi etiqadında olanlardan elm ararsan. Mən dəfələrlə bunu sənə demişəm, bir daha nə qədər desən, nə qədər deyəcəyəm. Deyəcəyim ki, kitablarınızda, səhih kitablarınızda videoları qoymuşam. Ömərin, Ayşənin, sahabilərin Quran təhrifinə dəlalət edən hədislərinizə cavab ver. Onların kafir olduğunu etiqad elə, sonra gələrsən mən sənə izah eləyərəm ki, o alimlər kafir deyirlər, nəyə əsasən. Ged əvvəlcə onlara cavab ver. Sonra gətirdin ki, İbn Həcər Nəvəvi cəhənnəmli idi, nə dəxli belə bir sözüdün. Dəxli odur ki, sənə bir daha izah edirəm. İbn Həcər və Nəvəvi və onun kimi sünnə alimləri hansı ki, onlardan din götürmüsünüz. O insanlar bizim kimi etiqad edirlər. Deyirlər Allahın əli, ayağı, bunlar zahiri götürülmür. Sizin kimi baldırpərəstlik eləmirlər. Siz necə bizi bidət əhli hesab edirsiniz əsma və sifətdə? Buyurun onları da bidət əhli hesab eləyin. Onlar da bidət əhlidirlər. Sən deyirsən biz onları bidət əhli hesab eləmirik, çünki fırladırsınız ona görə, sərf eləmirsiniz ona görə. Onlar da bidət əhli hesab eləyin. Və o alimləriniz ki, siz onlardan din götürürsünüz. Onlar bəzilər deyiblər ki, Allah inəndə ərşi boş qalır. Və İbn Teymiyyə başqa alimləriniz başda olmaqla, onlar ki deyiblər enəndə ərşi boş qalmır, sən deyirsən ki boş qalır, Allahı məxluqa bənzədirsən, müşəbbihəsən, onda həmin alimləriniz də müşəbbihə sayılır da. Müşəbbihə də kafirdir və sən kafirlərdən din götürürsən. Kafirlərdən din götürürsən, buyur buna cavab ver. Sonra deyirsən ki, Zülfüqardan şablon hazır götürürsən. Bir insanın araşdırması, digər insan da araşdırıb o qənaətə gəlibsə, o hədisləri görübsə, bu niyə bir insandan hazır şablon götürmək mənasına gəlməlidir? İkinci məsələ, necə ki, sən gedirsən ərəb saytlarında hədisləri götürürsən, o hədisləri özündən uydurmursan ki. Hətta mümkündür ki, bir nəfər Zülfüqar Məğribinin videosuna baxsın, onun hədisini götürsün və başlasın sənin əleyhivə istifadə eləsin. Yəni sənə vəhiy mi gəlir? Yəni sən Vəhabilərin peyğəmbərisən, yəni özündən uydurursan o hədisləri, yaxud Vəhabilərin peyğəmbərisən, vəhiy gəlirsən danışırsan? Yəni necə yəni şablon hazır? Sən özün ərəb kanalından, islamqa.info saytından lazım gəlsə yenə qoyaram qabağıma. Kopya götürürsən, cəmaata dərs keçirsən, güya dırnaq arası. Sonra deyirsən ki, prezident misalı biabırçılıqdır, güya hikmətli bir misal gətirmişəm. Misal hikmətli olmur. Misal zehinlərə məsələni yaxınlaşdırmaq üçün qeyd edirlər. Çox da gözəl misaldır, şərt misaldır. Yəni orada şərti çatdırmaq istəmişəm. Sən anlamırsan və anlayan da deyirsən bundan sonra da. Ağıl sahiblərinə kifayətdir o misal. O misalda orden verir, bu şərtlə ki, sədaqətində qalacaqsan axıra qədər, bu orden sənin üzərindədir. Bu mükafat, bu afərin sənə layiqdir. Nə vaxt ki, çıxsan, xəyanət eləsən, artıq sən bu ordeni də, bu alqışı da itirmirsən. Eynən Quranda kökü var. Qeyd elədim, əgər itaat etsəniz, əgər iman və salih əməl sahibi olsanız, behiştəsiniz. Yəni sən bunu anlamırsansa, get başqa bir insanlara de, bəlkə sənə, yəni mən bəlkə şiəyəm, rafiziyə
Rafizi deyər, qəbul eləyərəm, pis olaram, əqidəm dağılar, mənə kanalımda 5-10 nəfər əl çalır, onlar da məndən uzaqlaşarlar. Bu cür düşünürsənsə, get beynəkə və beynəllah bir nəfəri tap, əxilərindən, səndən savadlılardan. Soruş, onlar sənə izah eləsinlər. Sonra deyir ki, mən cavab vermişəm ayələrlə. Cavab verməmisən, fırlatmaq istəmirsən, mən də imkan verməmişəm. Deyirsən ki, Allah tövsiyə edir ki, onlar üçün bağışlanma diləyin. Mən də deyirəm ki, eyni bağışlanma diləməyi Əbu Bəkir də edərdi də. Eyni bağışlanma diləmək ki, səhabələr haqqındadır. Onlar ki, heç bizi ümmətdə, bizi imanda ötüb keçən ümmət deyirlər ki, elə Əbu Bəkirin zamanında yaşayan səhabələr idilər. Qəti deyib ayələr gətirirsən ki, bu ayələr qətidir. Səhabələrdirlər. Deyirsiniz, mürtəd oldular, bunlar dindən çıxdılar. Deməli, bunlar səhabə idilər də, dində idilər, düz? Onları qoydum kənara. Zəkat verməyənlər müsəlman idilər, səhabə idilər. Niyə Əbu Bəkir o ayəni tətbiq edib onları haqqında dua eləmədi? Qoşun yeritdi, vurdular, öldürdülər səhabəviz, Xalid bin Vəlid vurub öldürdü, zina elədilər xanımı ilə, bəraət qazandırdılar. Ömər dedi bunu əzl eləyib, Əbu Bəkir qoymadı. Min cür söhbətlər ki, inşallah lazım olsa onlara da girərik. Yəqin ki, onları da bilirsən. Həmçində Osmanı öldürənlər, deyirsən ki, hansı səhabələrdir? Bəli, Təbəri yazıb bu barədə danışmışam, qeyd edəcəyəm. Sahabi və yaxud tabeinlər öldürüblər onu. Sahabilər və tabein kim gəlib öldürüb ki? Kafirlər xarici ölkələrdən gəlib öldürüblər. Sahabilər, tabeinlər gəlib öldürüblər. Alimlərimiz də təsdiq edirlər. Sünni alimlərin içində bunu danışanlar da var ki, sahabelərdən olublar, bəli. Sahabelər müqavimət göstərməyiblər, bidətləri olub. Buna görə İmam Əli əleyhissalam Buxarı Müslimdə var, onun bidətləri ilə razılaşmayıb. Bidət əhlidir sizin xəlifələrinizdə. Lazım gəlsə orada qoyacağam qabağa. Belə sahabə ədalətinə aid məsələlərdir. Sonra deyirsən ki, orada demirsən ki, bir ay və yaxud bir aya yaxın mən fasilə vermişəm. Mən sənə deyirəm, yalan danışırsan. Sən yenə deyirsən ki, mən yalan danışmıram. 18 gün bir aya yaxındır. 18 gün bir aya yaxındır. 18 gün 20 günə yaxındır. 18 bir aya yaxın 28 gündür, 27 gündür. 18 gün nə var onu da dedə dəqiq. Bir ay sonra azaldırsan bir aya yaxın. Bir aya yaxın deyil o. 18 gün ilə 18 gündür, 20 günə yaxındır de. Çünki bir aya yaxın deyəndə insanın zehninə bu da gələ bilər ki, ola bilər 28 gün fasilə düşüb. Nə var dəqiq onu de, bilmirsən dəqiq danışma. Bəli, yalan danışmısan, yenə də yalanı ifşa elədim. Sonra deyirsən ki, 23 dəqiqə video düzəldirsən, mən də 23 dəqiqə cavab versəm, nə bilim, çox olur. Sən özünü anlamazlığa vurma. Çox gözəl başa düşürsən mən nə deyirəm. Mən deyirəm, bir dənə cümləni qoy orada, izahları qoyma, ayıbı yox. Sən bir dənə cümlə danışırsan. Məsələn, deyirsən ki, iki müsəlman orucu dalaşsa aralarını barışdırın. Allah belə deyir, biz də deyirik ki, onlar mömindirlər. Sən bu cümləni, bu səsimi qoy, artıq izahları qeyd eləmə. İzahları sən deyən kimi, hə, baxanlar onsuz da görüblər. Sən o səsi də qoymursan axı. Neçənci bəhsdir sənə kəzibən, əsimən, qadirən, xainə hədisini gətirirəm. Misr bin niyə vurursan özünü, cavab vermirsən. Sənə Müslimdə, Buxarda hədislər gətirdim ki, müsəlmanı soyan fasiqdir. Onunla müharibə eləyən küfürdür, müharibə eləməyə gətirməmsən. İki müsəlman qılıncıyla üz-üzə gəlsələr, öldürən də, ölən də cəhənnəmdədir, gətirməmsən. Bin Baz deyir, Muaviyə bağıdır, burada ölüb öldürən Muaviyəyə aiddir, yəni bağıya aiddir. Başqa yerdə deyir ki, Muaviyə də bağıdır, gətirməmsən. Bu cür onlarla məsələ saya bilərəm. Sən niyə özünü artistliyə vurursan ki, yox, mən gətirsəm çox olacaq. Sən bir dənə cümləni gətir, qalanına eybi yox, insanlar özləri biləcəklər. Sonra xoyağa məsələsinə toxunursan, deyirsən ki, cavaba baxdım, orada heç bir şey yoxdur. Ay kişi, mən ora cavab qoymuşam. Sən baxmısan videoya, cavab yoxdur, var məsələsini cavab verəndə bilinəcək. Mən ora video qoymuşam, danışmışam orada. Sən ona cavab hesab eləmirsən. Buyur, video çəkdiyindən ki, qardaş, mən bunu cavab hesab eləmirəm, bu dəlillərə əsasən. Və sənin cavabın verilsin. Həmçinin sənin kəlmə-kəlmə kopyaladığın islam.info saytından sənin qabağına alimlərin rəylərini qoydum ki, deyirlər, məsləhət olsa alimlər icazə verirlər, yalan danış. Və siz də buna görə məsləhət bilirsiniz, şiəlidən uzaqlaşdırmaq üçün insanları yalandan şiələrin adından danışırsınız ki, kanalımda da bunu ifşa eləmişik, kanalımdakıları göstərib ifşa etmişik. Sonra mən deyəndə ki, iman salih əməl deyirsən ki, məgər sahabələrin salih əməlləri yoxdur. Salih əməl imanın yanında, yəni Allaha müti olmaq, Allahın dediklərini yerinə yetirmək, əmrlərinə tabe olmaq, nəhiylərindən, qadağalarından çəkinmək. Muaviyə salih əməl sahibi olub. Hardasa kimsə yaxşılıq eləyə bilər, bundan söhbət getmir. Ona qalsa biz rafizi deyirsiniz bizə, biz də hardasa kiməsə yaxşılıq eləyir, salih əməlimiz var. Siz bizi iman gətirib salih əməl sahibi hesab edirsiniz. Yox, bizə rafizi deyirsiniz. Niyə? Çünki bir dənə nə var? Biz Muaviyəyə, sünni dəlillərinə əsasən istinad edib deyirik ki, bu adam münafiq olub, bu adam zamanı imamına qarşı çıxıb, bu adam küfr əhli olub, bu adam bu cür olub, bizə rafizi deyirsiniz. Biz də salih əməl və iman sahibiyik də belə baxanda. Niyə sən onda bizi
küfr əhli hesab edirsən, rabidət əhli hesab edirsən. Orada iman və salih əməldən məqsəd odur ki, Allahın dediklərini yerinə yetirir, qadağalarından çəkinir. Sənin dediyinə qalsa elə Əbubəkir zəkat verməyənlər də iman və əməl, salih əməl sahibi idilər də. Amma Əbubəkir zəkat vermirdilər deyə Əbubəkir onların üzərinə qoşun yeritdi. Əbubəkir necə salih əməl sahibidir ki, İmam Əli əleyhissalam onu xain və fasıq hesab edir. Müslimdə hədis qoydum qabağa. Buxarıda, Müslimdə yazırlar xanım Zəhra sallallahu əleyhə ölənə qədər onu dindirmədi. Fələm tükəllimhu həttə tuvufiyyət. Ölənə qədər onu danışdırmadı. Muaviyə İmam Əlini əleyhissalam söydürüb. Zamanı imamına qarşı çıxıb hədislərimiz var. Zamanı imamına qarşı çıxan kafir kimi, cahili ölüsü kimi ölüb. Yəni kafir və yaxud zəlalət əhli kimi ölüb. Budur salih əməl sahibi. Muaviyə belə etməklə salih əməl sahibi olub. Sonra deyirsən ki, 7 nəfər xaric hamısı kafir oldular. Sənin ey mister Vəhabi, sənin Ayşən deyir ki, hədislərimizdə qatibətən hamılıqla niyə səsimi qoymusan, o da qatibətən cavab verməmsən ona. 7-8 nəfəri qoy kənara, onun cavabını vermişik biz. Qatibətən hamılıqla deyir kafir oldular. Və deyirsən ki, ümumi iman, salih əməl ayələri xüsusi mühacir və ənsar məsələsinə yenə toxunursan. Mühacir və ənsar salih əməl, iman üzərində ölüblərsə, bizim bunlarla işimiz yoxdur. Bunları hər dəfə təkrarlayıb tutuquşu kimi arxasında gizlənmə. Çıx cahiliyə ölüsü kimi ölən sahabələr və Təlhə, Zübeyr, ondan sonra Muaviyə, çıx bunlara cavab ver. Bunlardan din götürürsünüz siz. Sonra mən sahabə tərifini deyirsən gətirmişəm, bəyənmirsən sən gətir. Bəyənməkdən söhbət getmir, onu əhlüsün alimləri deyiblər zaten. Sən onun dəlilini gətir ki, nəyə əsasən o cür tərif vermirsən sahabiyə? Səndən qabaq onu sünni alimləri gətiriblər, sən dəlilini gətir. İman gətirib, imanla dünyadan köçən və Peyğəmbəri görən bu insan kifayət eləmir. Geçsin otursun behişdə, Allah bundan razıdır. Niyə? Çünki Peyğəmbəri görüb iman gətirən insanların içərisində elə adamlar ola bilərdilər ki, onlar əməli salih olmayıblar, fasik, fisk əhli olublar. Necə ki, alimlərimiz deyirlər ki, təkfir ediblər bir-birlərini, hətta sahabilər. Bu insanlar salih əməl sahibi olmayandan sonra onlar necə sahabi ola bilərlər və necə gedib behişdə otura bilərlər, Allah onlardan razı ola bilər, adil ola bilərlər bunlar. Sənin tərifin Peyğəmbəri görüb iman gətirib, imanla dünyadan köçüb. Yəni bir adam Peyğəmbəri görüb, iman gətirib, imanla dünyadan köçüb, amma ömrü boyu şərabxor olub, zinakar olub, günahlar edib. Bu insan oldu sahabi və digər yandan deyirsən sahabələr adil, behişt əhli, Allah onlardan razıdır. Bu da oldu behişt əhli. Yəni budur sənin tərifin. Quran nə deyir? İman salih əməli. Quran salih əməli elə belə deyib orada yüzlərlə ayədə təkrarlayıb, onlarla ayədə təkrarlayıb, elə belə deyib. Salih əməl sahibi sözünü niyə ora əlavə eləməmisiniz? Sonra deyirsən ki, mürtəddin, münafiqin sahabəliyi yoxdur. Bəli də biz də deyirik ki, Əliyə buğz edən münafiqdir. Buyur, Muaviyə münafiq adı ver. Təlhəyə, Zübeyrə münafiq adları ver. Mürtəd deyirsən, buyur, bu insanları mömin hesab edirdin. Bu insanlar zamanı imamına qarşı çıxdılar. Peyğəmbər deyir ki, zamanı imamına qarşı çıxan səhih hədisdir. Gətirəcəm, danışacağım bu barədə. Gözəl bilirsən, yəqin ki, sadəcə gətirmək istəmirsən. Zamanı imamına qarşı çıxan hədisləri qoyacağam qabağa, alimlərin rəyləri. Zəlalət əhlidir, cahili özü kimi ölüb, küfr əhlidir. Muaviyə zamanı imamına qarşı çıxdı, Təlhə, Zübeyr heç bir də tövbə eləmədilər, imansız dünyadan getdilər. Hətta İmam Həsənə əleyhissalam qarşı çıxdı bu adam. Sən bunları görməzdən gəlirsən. Gətirirsən ki, bir-birinə savaşanların haqqında Allah deyir ki, mömindirlər və sənin hədislərində zənnidir. Özündən bir dənə kimsə atıb silahı sənin dilvə, düşüb dilvə ki, zənnidir. O boyda Peyğəmbər söz deyir ki, zamanı imamına qarşı çıxan hökmü budur. Vəssalam. Sonra deyirsən ki, Müslimdə hardan Muaviyə əmr edib ki, İmam Əli əleyhissalam söysünlər. Bəli, Müslimdə bax 2404 rəqəmli rivayət. Orada deyir ki, əmərə Muaviyə tubnu Əbi Sufyanə Sə'dən, Muaviyə ibn Əbi Sufyan Sə'də əmr etdi. Fəqalə mə mənəəkə ən təsubbə Əbəd Turab. Və dedi ki, sənə nə mani olur ki, Əbu Turabı söymürsən? Hə, indi sən gəlib burada fırlatmaq istəyirsən ki, yox, burada bisəb sözü gəlməyib ki, söyməyə əmr etdi. Bəlkə başqa şey əmr edib. Mən də deyirəm ki, sən bütün Muaviyəni haqlı çıxarmağa çalışırsan deyə alimlərimiz də başlayırsınız fırlatmağa. Ki, yox, burada ola bilər başqa bir şey əmr eləyib. Və hədisin zahirinə baxanda Müslimdə gəlib də inkar eləmirsən isnad cəhətindən, səhihdir. Mətndə gəldikdə isə axtarırsan ki, nə dartım çıxardım ki, dayım Muaviyəni haqlı çıxardım. Və başlayırsan şayət deməyə ki, yox, orada əmr eləyib ki, Səədə get çörək al. Hə, sonra deyib ki, bəs əlini niyə söymürsən? Hə, bu da artıq rüsvay olduğu göstərir. Niyə? Çünki əmr etmə məsələsi ondan sonra heç bir fasilə olmadan mə mənəəkə ən təsubbə Əbəd Turab deyirsə, sənə nə man olur ki, Əbu Turabı əlini söymürsən? Deməli, əmri də elə
Söyüşü eləyib də. Necə ki bunu Fəthül Mun'imdə Sünni alimi Musa Ləşin də qeyd eləyib. Deyir təqdir budur, əslində budur ki, əmərə Muaviyyətu Sə'dən bis-səbbi əlini söyməyə əmr edib fəəbə və o da imtina edib. Necə ki İbn Teymiyyə də Minhacus Sünnədə bunu gətirib qeyd edir ki, bəli, söyməyə əmr edib və bu da səhihdir. Necə ki bunu sizin Küveytli alimimiz Osman Əl-Xəmis də bunu qeyd eləyir. Fəthül Mun'im Şərh Sahih Müslim kitabına müraciət edirik. 9-cu cild Darüşşuruq tərəfindən çap edilən nüsxə Əhlüsünnə alimi Musa Şahin Ləşinə aiddir bu kitab. Səhifə 332-də. Müslimdə gələn rivayətdir. Onu izah edir, deyir fəqalə mə mənəəkə ən təsubbə əbəd turab. Muaviyyə Səədə deyir ki, sənə nə mane olur ki, əlini söymürsən. Qeyddə deyir ki, təqdirdə bu cürdür. Əslində bu söz bu cürdür. Əmərə Muaviyyətu Səədən ən yəsubbə əliyyən. Muaviyyə Səəd ibn Əbi Vaqqas əmr etdi ki, əlini söysün, fəmtənəə və o da imtina etdi. Fəqalə ləhu mə mənəəkə və dedi ki, sənə nə mane olur ki, əlini söymürsən. Həmin məsələni Minhacus Sünnət-i Nəbəviyyə kitabında İbn Teymiyyə gətirib 5-ci cild təhqiq doktor Muhammed Rəşad Səlim səhifə 42-də. Deyir və əmmə hədithu Səədin ləmmə əmərəhu Muaviyyətu bis-səbbi fəəbə. Deyir amma Səədin hədisinə gəldikdə isə o zaman ki Muaviyyə əmr etdi onu ki söysün fəəbə və o da imtina etdi. Fəqalə mə mənəəkə ən təsubbə Aliyyə ibn Əbi Talib və dedi ki sənə nə mane olur ki Ali ibn Əbi Talibi söymürsən. Deyir əl-hədis hədis davam edir. Fəhəzə hədithun sahihun ravahu Muslim fi sahihihi. Deyir bu hədis səhih hədisdir. Muslim bunu öz səhihində rivayət edib. Sonra deyirsən ki, Muhacir Ənsar ayəsinə cavab verə bilmirsən, Muaviyyə keçirsən. Muhacir Ənsar ayəsi elə Müslimdən gətirdim də. İmam Ali əleyhissalam deyir ki, Ömər deyir ki, ey Əli və ya ey Abbas, siz ikiniz Əbu Bəkri sonra da məni rəeytuməhu və rəeytuməni, onu və məni kəzbən, əsmən, qadirən, xaina, yalancı, xain, fasiq və fasız hesab elədiniz. Bundan artıq nə deyim sənə? Cavab vermirsən, bir dənə səs qoymam sonra 5-ci, 6-cı videodur, eyni şeyləri təkrarlayırsan tutuquşu kimi, səsimi gətirib ona cavab vermirsən. Əgər sənin dediyin kimi Muhacir və Ənsardan Allah razı idisə əbədi olaraq, onda niyə İmam Ali əleyhissalam bu hədisdən xəbəri yoxdur? Allahın razı qaldığı şəxsi xain hesab edir. Və Ömər də orada özünü müdafiə edərkən demir ki, Allah bizdən razıdır, ayələr və s. Deyir ki, mən Allah bilir ki, sadiqəm, düz danışanam və s. Başlayır özünü tərifləməyə. İndi sən deyirsən, təvazökarlıq fırlatmaq üçün alınmadı. Təvazökarlığı burada niyə eləmir bəs təvazökarlıq? Yəni onu gətirmişəm də sən o mövzuya cavab vermirsən. Mən də deyirəm onda Muaviyyə cavab ver. Hə, buyur cavab ver də həmin hədisə. Niyə gizlənirsən? Niyə səsimi gizlədib orada göstərmirsən? Sonra mən deyəndə ki, bəs onda sizin o Əbu Bəkirə qarşı və digər məsələlər, Osmana qarşı çıxanlar, onların hökmü nədir? Sən deyirsən ki, müsəlmandırsa sonra cəhənnəmdən çıxacaq və cənnətə gedəcək. Allah deyir iman və salih əməl, bunlar behiştə gedəcəklər. Fərz elə sən deyən kimidir. Fərz elə ki, bunlar sonra çıxacaqlar. Bizim sonra çıxacaq, çıxmayacaq məsələsi ilə işimiz yoxdur ki, bunu araya qatıb, aradan çıxmağa çalışma. Hədislər əsasında bu dünyada zahiri hökm ver. Ona qalsa sahabəni söyən də müsəlmandır da. Amma deyirsən, fisk əhlidir, Muaviyyəni söyən fasiqdir. Halbuki İmam Ali əleyhissalam, İmam Əlini söyən Muaviyyə haqda belə demirsiniz. Onu adil sahabə behişt əhli hesab eləmişsiniz. İndi adam Muaviyyəni söyüb fasiq olub, amma nəhayət cənnətə gedəcəksə, onda niyə həmin insanları pisləyirsiniz? Bu dünyada hökm ver də, bu dünyada necədir o cür. Nə olacaq, nə olmayacaq da işimiz yoxdur. Bu dünyada pisləyirsiniz o insanları, Muaviyyəni söyənləri, rafizi deyirsiniz. Amma niyə görə deyirsiniz ki, çünki bu Peyğəmbərin sözünə qulaq asın. Peyğəmbər deyir, sahabələrimi söyməyin. Eyni şeydə Muaviyyə Təl-Zübeyr eləyib də, söydürüb Səədə. Müharibə ilə söyüşdən betər müharibəyə gəliblər. Niyə onların haqqında bunu tətbiq etmirsən? Niyə onlardan bəri olmursan? Niyə onları fasiq hesab eləmirsən? Niyə onların haqqında deyirsən, biz onlara sevirik, Allah onlardan razı olar, Allahdan razıdır? Eyni şeydə onların haqqında tətbiq elə. Hə, cənnətə girəcəklər, çıxacaqlar, o nə olacaq öz yerində. Hal-hazırda necə ki, Muaviyyəyə qarşı çıxanları, Muaviyyəyə ağır söz deyənləri rafizə hesab edirsiniz, pis insan hesab edirsiniz. Buyur İmam Əli ilə əleyhissalam müharibə edənlər də pis insan hesab elə. Osmana qarşı çıxanların haqqında zülmkar deyirsiniz. Həmçində Əbu Bəkirə qarşı çıxanları səhv hesab edirsiniz. Zülmkar deyirsiniz onların haqqında. Buyurun bunların haqqında bu hökmü verin. Qiyamətdə nə olar? Axırda cənnətdə qalar, qalmaz, çıxar-çıxmaz, o bizim işimiz deyil. Bu dünyada zahirən Peyğəmbərin buyurduqlarına əsasən onların hökmünü bəyan eləyin. Yəni çətin şeydir bunu bu qədər fırladırsan.
Eyni hökmdür də Osmana qarşı çıxanlar deyirsiniz zalimdilər, əvbəşdilər, nə bilim xuliqandılar, odlar, budlar, müsəlman idilər. Sahabə və ya tabein xeyirli nəsildir sizin Buxarı Müslimdə gəlib. Eyni hökmü də İmam Əli əleyhissalam qarşı çıxanların haqqında tətbiq elə də. Yoxdur sən ki, möminlərdən iki dəstə bir-birinə vuruşsalar, arasını barışdırır möminlər, onda həmin məsələni Osmanın haqqında tətbiq elə də. De ki, onlar da mömindilər də. Mömin bildikləri Osmanı vurub öldürüblər. Yəni fırlatmaq, o saman söpündən yapışırıb batan adam, özü bu günə qoyma. Etiraf elə ki, bəli bu cürdür və bizim bu əqidəmiz də yəni batıl bir əqidədir. Sonra mənə deyir ki, böyük günah sahibi kafir də etiqadını izhar edirsən xəvaric kimi. Əsla yox. Bizim belə bir etiqadımız yoxdur. Biz bundan danışmırıq daha doğrusu burada. Baş müftiniz Fovzan deyir buna əksinə. Deyir namaz qılmayan kafirdir. Böyük günahı tərk edən Qurana görə deyir müsəlman deyil. O sən deyirsən qat'i Quran. Bax Qurana əsasən deyir ki, böyük günah edən adam kafirdir. Namazı tərk edən kafirdir. Sən bunu anlamırsan. Bunu da Salih Fovzan deyir. Səsini də qoyublar kanalda elə Vəhablar özləri tərcümə ediblər. Tarikus-salat kafir və in qal hada ma qal. Tarikus-salat kafir bil-Quran və-Sünnə. İn tabu və aqamus-salata وآتوا الزكاة فخلوا سبيله. دل على أنهم إذا لم يقيموا الصلاة فإنهم لا يخلى سبيلهم بل يقتلون لأنهم لم يدخلوا في الإسلام. وقال صلى الله عليه وسلم بين العبد وبين الكفر والشرك ترك الصلاة. هذا صريح في أن من ترك الصلاة فإنه كافر مع الكفار. ولم يقل من تركها جاحدا لوجوبها بل عمم صلى الله عليه وسلم بين العبد وبين الكفر والشرك ترك الصلاة. فمن تركها فقد كفر. هل لأحد كلام مع الرسول صلى الله عليه وسلم؟ يقول ما شاءوا لكن هذا كلام الرسول صلى الله عليه وسلم. Sonra növbəti bir ağ yalan danışıb deyirsən ki, Əbu Bəkir eynən İmam Əli əleyhissalam kimi idi, müsəlmanlarla vuruşub. İmam Əli əleyhissalam ona buğz edən düşmənlərlə vuruşub. Buğz edən də münafiqdir. İmam Əli əleyhissalam zamanı imamına qarşı çıxan zəlalət və küfr əhli ilə vuruşub. Səhih hədislərimiz var ki, zamanı imamına qarşı çıxan zəlalət əhlidir. Cahiliyyət dövründəki kimi dünyadan gedib, cahiliyyət dövründə insanlar o dövrdə ya zəlalətdə idilər, həm də küfrdə idilər. İmam Əli əleyhissalam bunlara qarşı çıxır. Bu bəhsləri inşallah bəhslərin davamında gətirəcəyəm. Əbu Bəkir zəkat verməyənlər isə sənin ayədə gətirdiyin sahabelər olublar. Əbu Bəkir zəkat verməyiblər. O qat'i ayələr deyirsən, nə qat'i? Həmin o qat'i ayələrdir də. Ona qarşı çıxanlar, daha doğrusu ona zəkat verməyənlər, ona qarşı vuruşmayıblar, qiyam etməyiblər. Bəği olmayıblar, yalandan iki məsələni qarışdırma. Sadəcə zəkat verməyiblər. Deyiblər peyğəmbərin dövründə verirdilər, peyğəmbər vəfat etdi, biz vermirik. Və yaxud onu xəlifə tanımayıblar, deyə ona zəkat verməyiblər. Bu iki şey eyni şeydir. Sonra deyirsən ki, artıq təkrar olur, Siffin döyüşündə iki dalaşan mömin adlandırır Allah onları. Təkrar deyil, sən gətirmirsən səsimi orada. Təkrar deyil, mən sənə dedim ki, Buxarıda və ya Müslimdə PDF-ini də qoydum, göstərim ki, Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur ki, iki müsəlman bir-birinə qılınc çəksə qarşılaşsalar, ölən də öldürən də cəhənnəm əhlidir. Sonra Bin Baz deyir ki, bu öldürən, öləndən məqsəd bağı ordudadır. Bağı olmayan tərəf haqq əhlidir, o üzərini müdafiə edirlər. Allah onlar əmr edib ki, bağı ilə vuruşun. Deməli, bağı tayfadan ölən, öldürən də cəhənnəmdədir. Digər tərəfdən özü deyir ki, Muaviyyə və əshabı qatil, Əmmarın qatilidir, bağıdır. Deməli, o ölsə də, öldürsə də cəhənnəm əhlidir. Cəhənnəmə gedir, buyur bunun cavabını ver də. Niyə cəhənnəm əhlinisən? Cəhənnəm dəvətçilərini siz adlı sahabə hesab edirsiniz. Deyirsiniz, Allah onlardan razıdır. Əbu Bəkir zəkat verməyənlər isə sənin əqidəvə görə qat'i hesab etdiyin ayələrə əsasən behiş əhlidirlər, Allah onlardan razıdır. Niyə? Çünki sahabə olublar. Zəkat verməyiblər sadəcə. Və Buxarıda Müslimdən hədis gətirdim ki, müsəlmanı söymək fiskdir, onunla vuruşmaq, onu öldürmək nədir? Küfürdür, cavab vermirsən, səsləndirmirsən, səsi qoymursan ora. Qardaşlar deyirsən, elə həmin ayəni Əbu Bəkir də deyərdi də. Heç onlar Əbu Bəkirə qarşı bağıd olmamışlar, qılınc çəkməmişlər. Allah deyir, iki müsəlman savaşçı arasını barışdırın. Onlar qardaşlar sənə görə, möminlər. İndi Əbu Bəkir niyə həmin məsələni ona qarşı çıxmayan, sadəcə zəkat verməyən insanlara qarşı tətbiq eləmədi? Demədi ki, bunlar mənim qardaşlarımdır. Və inşallah növbəti məsələləri də qeyd edəcəyəm. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.